Baxsız TikToker 20 yanvar anım gününü qeyd edən insanları təhqir etdi. Bizə nə maraqlıdır? Məsələn, kimsə ölüb də. Hə, gözləyim neçə gün vecimə olmasın, içim, çəkim, əylənim, hoppanım, düşüm. Bir dənə o 00-dan sonra deyim ki, hə, 20 yanvar. Sonra 21-i yenə hoppanım, düşüm. Biraz qəribə insanlar. Qəribə insanlar deyilsə, tupoysuz. Başa düşdünüz necə? Tupo üzünüzə demək kimi olmasın. Nə görmüsünüzsə elə də davam edirsiniz də, başa düşdünüz? Ona görə çox da qınamamağa çalışıram. Amma əslində bu düzgün deyil. Siz bir insanı sırf bir gün yada salırsınızsa, məsəl üçün mən oğlan oldum, mən şəhid oldum, məni heç kəs yada salmır. Bir də ayın 20-si yadına salırsa deyərəm ki, soxum sizin. Sən ən sonuncu insansan ki, şəhidlər haqqında nəsə danışasan. Sən heç öz atana, anana dəyər vermirsən, təhqir edirsən. Tupoyda özünsən, qanmaz da özünsən. Sən fahişəsən. Nə bilirsən axı şəhidlik nədir? Şəhidlər xiyabanlarına hər gün, hər an insanlar gedir. Hər gün ziyarətlər olur. Amma anım günü həmin günü əbədiləşdirmək, xalqın birlikdə yad etməsi günüdür. Həmin günü tarixdə saxlamaq üçündür. Həmin günün tarixidir. 20 yanvar şəhidləri azadlığımız üçün sinəsini gülləsi, silahsız, tankın altına verdilər. Sənin kimləri pula görə özünüz azad bilib bədənini gündə birinə satsınlar, versinlər deyə yox. Onlar millətimizin gəncləri başqa dövlətin əsarətindən çıxsınlar deyə canlarını qurban verdilər. Sənin kimiləri namusunu pul qarşılığında satsınlar deyə yox. Onlar gənclərimizin kölə olmaması üçün canlarından keçdilər. Sənin kimiləri sosial şəbəkələrdə çılpaq videolarından pul qazansınlar deyə yox. Onların sənin kimilərinin fikirlərinə ehtiyacı yoxdur. Sənin kimiləri həmişə milləti satıb və sənin kimilərdən törəyənlər bu millətə həmişə bəla olub. Başqalarına, başqa dövlətlərə satıb. Gedin fahişəliyinizin dərdini çəkin. Belə mövzulara öz iyrəncliklərinizi qatmayın. Sənə və sənin kimilərə pul xərcləyənlər də, sənin kimiləri, səni populyar edənlər də bu millətin üz qaralarıdır. Sənin taylarındır. Əvvəllər fahişələr utanar, gizlənərdilər. Etdiklərinin səhv olduğunu bilər və bunu heç kimə məsləhət bilməzdilər. İndi isə hansı zamanəyə gəlmişik ki, fahişələr bu millətə ağıl verir. Hətta gəlib şəhidlik mövzusundan da danışır, belə ağır mövzulardan. Fahişələr millətə ağıl verir.